Barcelona Atletico Madridə qarşı tarixi remontadanı reallaşdıra biləcəkmi? Flick'in yetirmələri Copa del Rey'in finalına çıxmaq üçün rəqibini 5 top fərqi ilə məğlub etməlidirlər. Siz bizim kanalımıza abunə olun, biz isə sizə izah edək ki, bu nə dərəcədə realdır. İlk öncə əlbəttə ki, Barcelona azarkeşləri bizim şərhlər bölməmizdə də çox geniş şəkildə yazıb soruşurlar ki, komandanın dərdi nədədir? Əlbəttə ki, komandanın dərdi bir tərəfdən belə bir kəlmə var ki, otaqda fil, yəni o otaqda filin adı Pedridir. Pedri olmadığı təqdirdə nəzərə alaraq ki, Barcelona'nın maliyyə problemləri var və nəzərə alaraq ki, bunun nəticəsində komandanın çox balaca bir ehtiyat oyunçular skamyası var. Hətta icarəyə gələn oyunçular belə Barcelona'nın idealda seçəcəyi oyunçular olmadığına görə problemləri ört-basdır edə bilmir. Nəticədə Barcelona əsas heyət oyunçuları həddindən artıq yüklənirlər. Bir-bir zədələnə Barcelona bundan əziyyət çəkir. Əlbəttə ki, biz Hansi Flick'in dogmatik yanaşmasından, üstəlik yüksək xəttindən danışmışıq. Bu iki element işlədikdə Barcelona dünyanın ən yaxşı klublarından biridir və biz bunu çox maraqlıdır ki, bu mövsüm o qədər də görmürük. Biz bunu dəfələrlə bir neçə ay ərzində ötən mövsümdə xüsusilə yanvar ayından mövsümün sonuna qədər müşahidə etmişdik. Amma hazırki mövsümdə Barcelona çox enişli, yoxuşlu irəliləyir. Bunun da əsas səbəblərindən biri ondan ibarətdir ki, misal üçün Rafinha, hansı ki pressingin triggeridir, hansı ki intensivliyə ən əsas məsuliyyət daşıyan oyunçudur. Bu ana qədər bir oyun da belə zədədən buraxmamışdısa, hazırda onun zədə ucbatına buraxdığı oyun sayı 14-dür və Rafinha 2 dəfə müəyyən zaman kəsiyində zədə olaraq komandasına kömək edə bilməyib. Lakin gəlin filə qayıdaq. Pedri nə qədər fundamentaldır. Siz əlbəttə ki, bilirsiniz ki, bizim Pedriyə də həm də subyektiv belə sevgimiz var. Amma gəlin sizə bir statistika göstərim. Və onu da göstərir ki, Pedri bütün qalan top futbolçular arasında göydən parlayan bir günəşdir. Sözün həqiqi mənasında, hərfi mənasında. Baxın bu xəritəyə deyərdim, statistikaya. Solda olan 6 rəqəmi qoldan əvvəlki məhsuldar hərəkət deməkdir 90 dəqiqə ərzində. Aşağıda olan 12 rəqəmi isə hara ki Pedri düşür. Bu oyun ərzində atılan progressiv paslardır. Yəni progressiv paslar açar paslardan bir dərəcə aşağı paslardır. İrəli qol epizodu yaradan paslardır. Yəni bu da Pedrinin nə qədər unikal və mükəmməl futbolçu olduğunu göstərir. Sadəcə bu screenshotu istəyirsinizsə bir saniyə pauza ilə incələyə bilərsiniz. Görə bilərsiniz ki, orada Pedri ilə yanaşı hansı oyunçular var və yenə də Pedri baxmayaraq ki, artıq ikinci dəfədə bu mövsüm adam bir müddətli zədələnir. O biri bütün futbolçulardan bir baş və çiyin hündürlüyündə fərqdədir. Və əlbəttə ki, Pedrinin oyunu həm də counter-pressingdə özünü göstərir və Pedri olmadıqda Barcelona yarım müdafiəsi müxtəlif deformasiyalara uğrayır. Məsələn, Barcelona hücum intensivliyini saxlamaq üçün Pedri olmadıqda Hansi Flick'in dənədiyi yarım müdafiə üçlüyü 6-8 nömrə mövqeyində Frenkie de Jong, onlardan yuxarıda isə Fermin və Dani Olmo idi. Amma nəzərə alaq ki, Dani Olmo və Fermin hər ikisi nominal 10 nömrədir. Frenkie de Jong isə klassik Casemiro stilli, yəni bir növ yanğını söndürən alt nömrə olmadığından Barcelona'nın ortası həddindən artıq çox açıq və eksploatasiyaya hazır olurdu. Bu da əlbəttə ki, rəqiblər üçün böyük bir yem idi və Atletico əslində bu elementdə Barcelona darmadağın etdi. Çünki Atletico rahat şəkildə öz qapısına oturaraq Barcelona'nın belə yarı uğurla hücum cəhdlərini yoxlayırdı. Nəzərə alaq ki, Pedri yox idi. Ona görə bir növ həmin o progressiv paslar az idi və əks hücumlarda Barcelona'nı darmadağın edirdi. Eyni zamanda meydanın ortasında da əgər siz birinci hissəsinə oyunun xüsusilə baxdınızsa, görəcəksiniz ki, Barcelona'nı, İngiliscə belə bir söz var, bullying, yəni Barcelona'nı əzib sındırdı Atletico və bu da həmin açıq yarım müdafiənin göstəricisidir. Və Flick Girona ilə maçda hesab 1-1 olarkən özünə xas olmayan bir gediş etdi. O Olmonu Bernal'lə əvəz elədi. Və normalda bu müdafiə meyilli bir əvəzdir. Yəni Flick əgər ona oyunda qələbə lazımdırsa, əgər qələbənin dalınca gedirsə, heç o müdafiə planlı orta sahədə dəyişiklik etmir. Amma oyundan sonra Flick onu da izah etdi ki, komanda ortada həddindən artıq çox balansız idi və onun başqa bir çıxış yolu yox idi. Amma hazırda həm nəzərə alsaq ki, Pedri qayıdıb, həm artıq Rafinha bir neçə oyun oynayıb, düşünməyə rəvac verir ki, hər halda Barcelona ötən ilki klub olmasa da yenə də yavaş-yavaş özünü toparlayacaq və ən əsas çünki Barcelona Çempionlar Liqası sevdası olsa da komandanın bir nömrəli əlində olan prioritet La Ligada titulu qorumaqdır və bunun üçün də Barcelona azacıq da olsa favoridir. Nəzərə alaq ki, Barcelona ən əsas rəqibi Real Madrid öz problemlərinə malikdir. Ona görə də Barcelona'nın nəsə buradan götürməyə ümidi var. İkinci məqam hansı ki bizim tərəfdən Flickə nadir tənqidlərdən biridir. Bu da Hansi Flick'in oyun planıdır. Yəni oyun planı komanda maçça necə çıxır?
Bildiyimiz kimi Barselona birinci hissələri ümumiyyətlə bərbad şəkildə oynayır, ikinci hissələr isə fantastik futbol oynayır. Sadəcə bir statistikanı vermək istəyirəm ki, bu mövsüm bütün turnirlərdə birinci hissədə Barselona vurub buraxdığı qollar sayı +8-dir. Yəni Barselona buraxdığından daha çox 8 qol vurub. Amma ikinci hissədə bu rəqəm +45-dir. Bir tərəfdən əlbəttə ki, adi azarkeş kimi biz bundan sevinirik, fəxr edirik, qürur duyuruq ki, Barselona oyuna geridən qayıtdı, komandanın xarakteri var, komanda belə möhtəşəmdir. Amma bu komandaya inanılmaz fiziki yorğunluq bahasına başa gəlir və üstəlik nəzərə alsaq ki, Barselona nə Arsenalda, nə Manchester City'də hansının ki 22 oyunçusu var. Bu əsas heyət oyunçularının zədələnməyinə də gətirən bir məqamdır və sürpriz Atletico ilə birinci oyun əslində həmin o iflasa uğramış birinci hissənin bəzən bütün 90 dəqiqə deyil, 180 dəqiqədə səndə necə fatal təsir edə biləcəyini göstərir. Çünki səmimi olsaq, Barselonanı, Atletikonu keçmək ehtimalı həddindən artıq çox aşağıdır. Və dediyimiz Barselona problemlərini göstərmək üçün gəlin bir neçə fraqmentə baxaq. Xatırladınızsa biz danışırdıq ki, Barselona build-up'ını 3-2-5 taktikası ilə edir. Top itirən kimi isə idealda komanda 4-2-2-2 taktikasına müdafiə oturmalıdır. Amma baxın, bu epizodda Atletico Madridlə Barselona build-up'da top itirir və baxın Barselona 3 oyunçusu Atletico'nun 3 oyunçusuna qarşı da hardasa. Burada da əslində nəzərə alsaq ki, ən sağda olan Jules Koundé'ni Lukman neytrallaşdırıb və ən solda olan oyuncu da neytrallaşır. Ortada 1-1-dir və third man run, yəni üçüncü adamın qaçışı elementi vasitəsilə və burada da üçüncü adam Simeone'dir. Atletico Madrid möhtəşəm bir epizod, sadə bir epizod yaradır əslində. Çox bəsit bir priyomlarla burada bəxti gətirir ki, qol olmur. Növbəti epizoda baxaq. Burada yenə də Barselona sol cinahının, baxın hücum bir tərəfdən sol cinahdan gedir. Komandanın müdafiə planı o qədər problemlidir ki, komanda həmin o sol yarım cinahı boş buraxıb və əlbəttə ki, Atletico'nun oyunçusu oradan girərək sadəcə FIFA-da o ikinci hissədə komandanın böyük hesabla məğlub edən daha bir qolunu vurursana elə asanlıqla qol vurur. Bundan başqa əlbəttə ki, baxın daha bir epizod yenə də Barselona üçlüyü əks hücumda tutulur. Yəni Barselona nəinki kompakt müdafiə otura bilmir. Barselona build-up'ında tutulur və tutulduqda amansız şəkildə cəzalandırılır. Burada sadəcə Koundé topun qapının keçməsini qarşısına alır. Lakin Atletico'nun özündən danışanda Atletico əlbəttə ki, bu duelin bir mənalı favoritidir. Atletico bütün stavkasını edib ki, İspaniyada hər halda top dördlükdə yerini tutacaq. Amma Çempionlar Liqasına nə qədər getdi. Amma bu il komandaya titul lazımdırsa, həmin titul Copa del Rey'dir. Nəzərə alsaq ki, buradan Atletico'nun rəqibi finalda Bask klubu olacaq. Hansını ki, məğlub edə bilər. Çünki Atletico'nun qabağında əgər qeyri-Barcelona və Real Madrid varsa, Atletico həmin duelin favoriti olur. Atletico'nun ən böyük problemi ondan ibarətdir ki, komanda bir təzyiq altında həddindən artıq çox əzilir. Bunu Brügge göstərdi. Bunu çempionat oyunlarında həm Real Madrid, həm Barcelona göstərib dəfələrlə. Bunu hətta Villarreal göstərib. Digər tərəfdən isə Atletico'nun çox yaxşı işlənən bir növ sağ cinahı var. Harda ki, sağ cinah müdafiəçisi, yarım müdafiəçisi və winger gözəl kombinə edərək komandanı yaxşı mövqe futbolunun yaranmasına, cinah yüklənməsinin yaranmasına şərait yaradır. Atletico'da sol cinahda krizis var. Krizisin əlbəttə ki, birinci başlanğıcı çox bərbad və qeyri-sabit mövsüm keçirən Ruggeri'dir. İkinci tərəfdən isə həmin mövqeyə çox maraqlı bir futbolçu olan və tipik Diego Simeone futbolçusu olan Lukmanın yenicə transfer olunması səbəbdir. Çünki hələ də Atletico Madrid sağdan yüklənir və solda bitiriciliklə məşğul olur. Məsələn, Barcelona'ya qarşı Lukman gözəl bir kombinasiyanın nəticəsində qol vurdu, amma qolun vurulması səbəbi ondan ibarət idi ki, Barcelona'nın müdafiəsi yüksək xəttdə və əks hücumda tutulmuşdu. Ümumilikdə isə Atletico'nun sağdan yüklənməyi komandanı həddindən artıq asan proqnoz oluna bilən və məğlub edilə bilən edir. Ən azı neytrallaşdıra bilən edir. Digər məqam ondan ibarət edir ki, məsələn, Barcelona nə edə bilər, amma Barcelona bunu Hansi Flick altında rəhbərliyi altında eləyən deyil. Bunu Klub Brügge elədi. Xatırladaq ki, Atletico'nun yaxşı bacardığı Barcelona'ya qarşı rəqibi 4-4-2 ilə qarşılayaraq xüsusilə cinahda 2-yə 2 saxlamaq idi. Yəni Barcelona'ya say üstünlüyü vermirdi. Brügge bunu necə həll etdi? Brügge baş məşqçisi o mərkəz müdafiəçi, yarım müdafiəçilərini mərkəzdə başladırdı və Atletico'nun qapısına hücum gedəndə həmin iki mərkəz yarım müdafiəçisi bir növ cinahlara yıxılmaqla Atletico'nun dəfələrlə cinah müdafiəçilərinə qarşı 2-1 qalırdılar və siz həmin epizodları biz də burada göstərmirik. Qollara baxsaq uzun bir fraqmentinə görəcəksiniz ki, 2 qol məhz bu elementdən gəldi. Üstəlik Brügge həddindən artıq vertikal komandadır. Barcelona fərqli olaraq və komanda 5-3-2 kompakt blok ilə müdafiə olunaraq əks hücumlarla Atletico'nu darmadağın edirdi. Barcelona isə bunu edən deyil. Ona görə də bizim gözləntimiz ondan ibarətdir ki, Pedri və Rafinha'nın da geriyə dönməyi sayəsində Barcelona möhtəşəm bir maç oynaya bilər öz evində. Amma nəzərə alsaq ki, birinci hissədə o vurulan 4 qol həddindən artıq böyük bir üstünlükdür.
Diego Simeone inanılmaz fatal bir səhv etməsə, necə ki, həmin Barselonaya qarşı PSG-li Unai Emery etmişdi qapıda oturmaqla, Barselonanın finala çıxmaq şansları çox cüzidir. Siz necə fikirləşirsiniz? Barselonanın finala çıxmaq şansı nə qədərdir və ümumiyyətlə bu maç hansı hesabla bitəcək? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videomuzu bəyəndinizsə like düyməsini sıxıb kanalımıza abunə olun ki, növbəti belə videolar buraxmayasınız.